Bugün də efirdə yəqin ki, eşitdiniz, Şəbnəm Vəfa qalmaqalı problemlər yenə həmin söhbətlər. Mən bugünə qədər müdaxilə etmək istəmirdim. Bugünə qədər sustum. Kənara durdum. Amma görürəm ki, məsələ o yerə gəlib çıxıb ki, mən kənarda, mən sakit insanam, davanı sevməyən bir insanam. Bəli, deyə bilərsiniz ki, cənnətimsən məsələsində məsələyə müdaxilə elədim. Bəli, elədim, çünki orada mənim şirkətimin müdaxilə eləməsi lazım idi. Digər şirkətə sübut elədi ki, səhvsən. Yəni, burada haqq var, hüquq var, müəllif hüququ var. Sübut elədi, mahnı da sevildi. Bundan məsələ bitdi. Amma mən heç bir zaman Şəbnəm Vəfa qalmaqalına müdaxilə eləməmişim. Amma görürəm ki, efirlərdə məsələ o qədər şişib ki, elə bir həddə çatıb ki, mən sakit olduğum halda mənim də adım artıq ortalıqda hallanır. Bugün tam qərarımı verdim. Efir aparıcılarına da zəng elədim. Baxmayaraq ki, dostlarımızdır, amma bu efirlərdən söz-söhbət qutarmış. Efir aparıcıları ilə də danışdım. Bu gündən sonra meneceri olduğum Şəbnəm xanım haqqında efirlərdə qalmaqal yaranmasına qadağa qoyuram. Ümumiyyətlə, heç bir efirdə Şəbnəm Vəfa teması hallanmasın. Bu mövzu altında reyting qazanılmasın. Bütün televiziyalar aparıcılarına ünvanlayıram. Danışdıqlarım və danışmadığım aparıcılara ünvanlayıram. Bu məsələ ilə bağlı son sözümü deyirəm. Meneceri olduğum Şəbnəm xanımı efirlərdə qalmaqala sürükləməsinlər. Vəfa, Şəbnəm teması bitsin. Efirə çağırın, sənətçinin sənətindən danışın, daha maraqlı bir mövzular fikirləşin. İl 2025-dir, gör harada qalmışsınız. Başqa bir şey düşünmək lazımdır. 11 ilimi televiziyalara da vermişəm. 11 il televiziyada işləmişəm. Televiziyanın cikini də bilirəm, müşkünü də. Ya çox gözəl bilirəm ki, bunun altında dırnaq altı reyting qazanırsınız. Amma əziz dostlar, lazım deyil. Bitirin bu söhbəti. Çünki bu xalqa da lazım deyil, Vəfa Şəbnəm qalmaqalı. Bu söhbətləri bitirin. Müraciət edirəm, bu söhbətləri bitirin. Bununla bağlı lazımı qurumlara da müraciət eləmişəm. Yazılı ərzəmi verəcəm. Bitsin bu söhbət. Çox xahiş edirəm. Bu söhbət bitsin. Lazımlı qurumlarda bununla bağlı məşğul olacaq.